Məni izləyən hər kəsi salamlayıram. Qarğıdalını südlə necə hazırladığımı bugün sizinlə paylaşacağım. İlk öncə qarğıdalının qabığını təmizləyib təmiz yuyuram. 4 ədəd qarğıdalını iri boş qazana yerləşdirib üzərinə örtəcək qədər su töküb 2 dolu stəkan süd əlavə edib daha sonra 20 qram kərə yağı, 1 çay qaşığı şəkər tozu əlavə edib qazanın qapağını örtüb gür odda qaynamağını gözləyirik. Qaynağı düşdükdən sonra yarım saat az odda bişməyini gözləyirik. Yarım saat sonra qarğıdalımızı yumuşaq pambıq kimi hazırdır. Öncədən hazırlayan hər kəsə nuş olsun deyirəm. Əgər hazırlamamısınızsa sizlərə şiddətlə tövsiyə edirəm. Mütləq və mütləq hazırlayın. İnanın dadı çox dadlıdır. Hələlik.